Salam, kanalıma hoş gelmişsiniz. Bugünlerim sizinle birlikte birinci hazırlayacağız. Short bölmesinde kısa varyantta çıkıp vlog formasında da İngiliz seslendirdiğime göre bugünlerim paylaşası oldum. Etkilemek gecikti biraz. İlk önce eti kup doğradım. İndi isə çəkəndən çəkirəm. Çəkməyə devam edirəm. Burada isə birincimizin xəmirini hazırlamaya başlayırıq. Dəqiq resept üçün əgər istəyirsiniz açıqlama bölməsində qeyd edərəm. Süd, un, yumurta, duz, yəni zövqə görə əlavə edirik, mikserlə qarışdırırıq. Qarışdırmaya davam edirik. Burada isə qiymə halına gətirdiyimiz əti tavaya əlavə edirik. Üzərinə biraz yağ, duz, istot, yəni baharatlarını əlavə edirik istədiyimiz miqdarda, yəni zövqə görə. Mən ağız dadıma uyğun olaraq əlavə etdim. Biraz baharatlı sevirəm. Qeyd etdim ki, mən daha çox baharatlı sevirəm də, bol-bol baharatlı olsun. Birinci xəmirimiz nə qatı, nə də çox duru olmalı deyil. Hal-hazırda gördüyünüz kimi tavanın üzərinə qoymuşam. Burada isə hazırladığım qiymənin üzərinə birazcıq şüyüd əlavə edirəm. Daha sonra birinci gün yarpaqlarını bir-bir bişirirəm. Bir üzü tam qızarır, digər tərəfini isə tez bir şəkildə götürürəm. İçini dolduqdan sonra isə qızartdıqda daha yaxşı bişəcək. Gördüyünüz kimi kameranı özüm götürüb çəkirəm. Bacım tavadan çıxardır. Videoda gördüyünüz kimi birinci gün yarpaqları çox nazikdir. Deməli, burada bir neçə yarpaq hazır olduğuna görə birinciləri bükməyə başlayıram. Zövqə görə, yəni istədiyiniz formada bükə bilərsiniz. Bu arada mən qiymənin içərisinə biraz da kartof əlavə etmişəm ki, daha çox olsun. Çünki əvvəlcə bilmədiyim qiyməni az götürdüm. Birinci xəmirin porsiyası çox olduğuna görə yarımçıq qalmasın. Ona görə də birazcık kartof əlavə elədim. Yəni üzərinə kartof çəkib əlavə elədim. Burada barmağıma fikir verməyə zəhmət olmasa, uşaqlıqda yaşanmış bir şeydir. Yorumlarda çox sual verilir. Sadəcə o yorumları mən görürəm. Yəni əgər istəyirəmsə təsdiqləyirəm. Təsdiqləmək istəmədiyimdə silirəm. Yəni bu haqda sual verməyin. Gördüyünüz kimi bir-bir bükməyə başlayıram. Əl qəlbiyyətimi göstərirəm. Baxın. Burada da sizə göstərdim ki, yəni heç bir qırılma, qopma, heç bir şey olmur. Yəni büktüm, yenidən astım. Heç bir şey olmadı. Napnazik və gözəl bir birinciklər alındı. Daha doğrusu birincik yarpaqları. Yəni bunu davam elətdirirəm. Səhv eləmirəmsə ya 40 ya da ki 45 dənə çıxdı. Məncə porsiya üçün çox əla idi. Gördüyünüz kimi hazır olmuş, daha doğrusu büktüyüm birincikləri əvvəlcədən qızdırılmış tavaya yerləşdirirəm ki, bir tərəfdən də qızarsın. Yəni üsül işləyirəm. Həm yarpaqları bişirirəm, həm bükürəm, həm də qızarmağa qoyuram ki, işim daha rahat olsun. Gördüyünüz kimi burada üzəri qızarıb çevirirəm. Bu arada kameranı çəkən bacım qızıdır. Buradan da salam göndərirəm. Burada isə birinciklərimizin son aldı. Bizə nuş olsun. Əllərimə sağlıq. Videonu bəyəndinizsə like atmağı, kanalımı da bəyəndinizsə abunə olmağı unutmayın. Xoş izləmələr.